Salamlar olsun değerli dostlar. Azerbaycan'ın bir nömrəli motosiklet kanalı, motosiklet inceleme kanalı MotoExpert'ten hoş gördük. Bugün size kanalda indiye kimi çekilmiş en büyük motosikleti, en güçlü motosikleti inceleyeceğim. Indian Pursuit. Bu India'nın en büyük, yani India'nın en yukarı motosikletidir. En yukarı seviyeli motosikletidir. Müthiş bir şeydi. 1800 kub. Etrafına fırlanım. 1800 kub. Maye soyutmalı. İster inanın ister inanmayın 173 Nm tork gücünde müthiş bir şeydi. Yani Indian keyfiyet zaten özünü gösterir. Şimdi birazdan üstüne oturup göstereceğim. Sadece bir etraftan gösterim. Arkasında çantası, mantası her şeyi var. Önünde koruyucusu falan her şeyi var. Dehşet bir şeydi. Burada çantaları var. Sert yan çantaları. Bu tür çantalar var. Arkası Arkası da başka bir çantası var. İçinde suyu da var. Deməli, bu cür bir motosiklet arka sərnişin için her cür şərait düşünülüb. Burada yumuşaq oturacaqlar. Yani burada arka sərnişin oturup rahat yata bilər, yani ciddi deyirəm yata da bilər. Böyük bir şey var burada tam mərkəzində 1800 kubluq. Bu 1900 ildir. Yani 1901-ci ildən bəri istehsal olunur. Indian 1800 kubluq böyük bir motoru var. 173 Nm-dir. India'nın en güclü motorudur. Mənim də indiyə kimi sürmüş olduğum en güclü motosikletdir bu. 173 at gücü demirəm bax, Newton-metr. Çünkü bu cür tipli motosikletlərdə, cruiserlarda at gücünə baxılmır. Torka baxır. 173 Nm. Mənim öz motosikletim 160 Nm-dir. Bu ondan da biraz daha güclüdür. Belə. Yəni belə deyək də, bazarda satılan, markette satılan en güçlü motosikleti test edirik sizin için. Önünde bu cür detallar, bu cür ışıklar, detallar. Süper bir şeydi. Oturaq sürək, hissiyatından danışaq. Deməli, bu açar taxmağa ehtiyac yoxdur. Açar cibindədir. Burada ciblikləri falan var. Her şey düşünülüb sizin için. Burada ciblikler var. Her yerde cibler var. Her şey var. Yani her yerinden bir şeyler çıxır. Açar üstündədirsə bir düymeye basırsınız. Motosiklet açılır. Motosiklet açılır dedim, açılmadı. Ha, açıldı, motosiklet açıldı. Görürsünüz. Ondan sonra da bura bir tane düğme toxunanda işe düşür. Sesini dinlettim size. Sevdiğim şey bu oldu ki bunu sürəndə. Her ne kadar da bu maye soyutmalı olsa da karakteri maye soyutma karakteri kimi değil. Karakteri normal. Hava soyutmalı kimi ama gücüne söz yok. Bu ölçüdeki bir motosikletin. Ben buradan dönək. Buradan dönək qaydaq. Vallahi bu yani zaten bu tip motosikletleri öğrenenden sonra manevri çok yaxşıdır ama yani mesela ben ilk defa oturmuşam ama ilk defaya göre çok rahat manevr elətdirə bilirəm. Yani çok qəribədir. Sesini görürsünüz, güclənməsini görürsünüz. Yani güclənməni bilmirəm, deməyimə ehtiyac var yoxsa yox. Çünkü yenə deyirəm, alıb ala biləcəyiniz en güclü motosikletlərdən biridir. 173 Nm tork. Yani size müqayisə üçün deyim, mesela MotoGP motosikletləri əlbəttə ki başka şeylərdir. O sport motosiklet, onda at gücü önemlidir, top sürət. Ama mesela MotoGP motosikletləri 120 Nm civarındadır. Mesela gidip mağazadan sizin aldığınız 1000 kubluq sport motosikletler var. Onlar mesela 100-110 arası, yani bu civarlardadır Nm. Bu 173. Düzdür, böyük 400 kilogramlıq bir motosiklettir. Ama 400 kilogram elastik oynayır ki, bu 400 kilogram değil. Yani dönmeye girişi falan. Valla bunlar rahatlıkla ayaklıkları sürtmüyorlar yere. Neyse, size birinci başlayaq bunun oturuş pozisiyasından, həmişəki kimi. Oturuşu əlbəttə ki tam rahat, çok rahat oturursunuz. Əllə qabaqda kral kimi, ayaqlığı var bu cür, ayağını üstüne koyursunuz. Külək olarak heç nə almırsınız, heç nə. Burada kitap oku, yani heç nə. Hem aşağıdan hem üstten burada bu cür diller var, görürsünüz. Bunlar yerini dəyişmiyor olur, küləyin istiqamətini dəyişmiyor olur oradan. Məsələn, döngəyə yaxınlaşırıq. Aha, ABS işe düştü.
Arka torumuzun ABS işe düştü. Mesela dönmeyi o kadar rahat dönür ki bu ölçüdeki 400 kilogramlık motosiklet, valla bu cür bir motosikleti sürmek, bunu sürebilmek, bu 400 kilogramlık bir şeyi, bu divi kontrol etmek özü bir lezzettir. Hakikaten özü bir lezzettir. Neyse, oturuş pozisyasından danışırdık. Tam rahat oturursunuz, artık bir şey demeye ihtiyaç yoktu. Çünkü bunlar zaten otur transkontinental değildir de, yani ölçeler değiş. Bir kıtadan Asya'dan Avrupa'ya git. Bunlar o cür motosikletlerdi zaten. Hop. Hop. Neyini sen? Başını yerleyir. Deməli, ne var bunda? Baş yerleme problemi var. Başını yerləyirdi, amma yəqin balansı, təkərin havası nəysə düzgün deyil. Çünki bunlar təzə motosikletlərdir, yeni motosikletlərdir. Kürək olaraq heç nə almırsınız. Kürək olaraq almadığınıza görə səs də yoxdur. Mən Roadmaster'ı sürmüşdüm. Roadmaster'da başın arxasından külək vortex səsi olurdu. Bunda da yoxdur. Bunda o da yoxdur. Musiki baxaq varmı? Musiki məsələn Source olsun, FM. Yani buradan dönün. Ya da bu tarafa dönün. Yine ABS işe düştü. Arka tekeri kes aldı bunu. Gittik. Neyse, şey olmasın, telif yemeyek. Zaten ben YouTube'dan pul kazanmıram. Həvəs edirəm, boş-boşuna kanalımız ləkələnməz. Ama musikini bilsə necə alır? Yani sanki kulaklıkta kulaq asırsınız. O kadar şey net. Mesela 100 ilə gedirəm, şeye set edeyim ve set elədim. Get. Gəz, telefonla oyna, nə bilim, kitab oxu, yemək pişir, nə istəyirsən elə. İnşallah görüntüm yaxşı çəkir kameranın bucağı. Bunu söndürüm. Şimdi bunun motor korobka şeyindən danışaq. Əvvəlcə başlamaq istəyirəm korobkadan. Mən Indian çox sürməmişəm. Çox sürməmişəm dediyim. Bir tane Roadmaster sürmüşəm, test eləmişəm. Kanalda ya var ya olacaq, ya bundan əvvəl ya bundan sonra. Bir de səhv eləmirəmsə daha əvvəl Scout sürmüşdüm. Səhv eləmirəmsə sürmüşdüm, yadıma gəlmir. Amma korobkası hoşuma geldi. Yaxşı korobkası var. Demirəm Triumph bugünkü kimidir, amma yox. Yaxşı korobkası var. Motorda belə bir şey var. Bu hava soyutmalı değil, su soyutmalıdır. Ona göre motorun xarakteristikası fərqlidir. Ümid edirəm, ancaq buranı görmürsünüz, yəni qabağı görürsünüz. Biraz başımı qaldırın. Amma motorun hissiyatı o kadar şey qalmadı mı? Yani əladı demədim o kadar motorun hissiyatından. Şey hissiyatı var, hava soyutma hissiyatı var. Tam belə su soyutma kimi değil. Ama belki de daha da yaxşı ola bilərdi, bilmirəm. Bundan çatır-çatır səs gəlib bir yerlərdən. İnşallah her şey salamatçılıqdır. Bunun şüşəsinin qaldırıb salmaq olur. Tam indiyə də bilmirəm, amma qaldırıb salmaq olur. Səs bozunun səsini eşidirsiniz. Geldik yana bura. Buna bile düzəməli dönəmədik. Oy.
Amma bax, məsələn, indi speedometri göstərim. Speedometri göstərim, bax. Məsələn, 30-dan 60-a filan qalxmağını bir dənə göstərəcəm. Məsələn, düş də, biraz düş. Məsələn, 30-dan 60-a. Təxminən. 70'e qalxdı. 100. 120. 140. Yəni yük sürətlənməsi dəhşətdir. Amma bu külək məsələsinin olmadığına görədirmi, nədirsə hiss eləmirsiniz ki, bu motosiklet sürətlənir. O qədər taksiyə bax. O qədər taksiyə bax deyirəm, cəmaatın yolunu mən girdim. O kadar dartır. Ama yine qəribə bir şekilde dartmanı hiss eləmirsiniz. Mənə o biraz zaten o biraz belə necə narahat elədi deməyim, amma sual şeyində qoydu. Dartmanı hiss eləmirsiniz. Məsələn, məndə Triumph'da dartmanı hiss edirsiniz. Belə boynunuz falan çəkilir. Hansı ki bu ondan daha kiçik bir fərqlə ondan daha güclüdür, amma ondan güclüdür 15 Nm, 17 Nm civarı. Amma ondan 60 kilogram ağırdı. 50 kilogram ağırdı. Yəni belə baxanda çəki və güc nisbətinə baxsaq Triumph daha güclüdür bəlkə də. Tam sürəti artırır, bir çıx səs gəlir oradansa. Belə. Karifkasın dedik, motorun dedik, külək kəsməyin dedik. Səsi əladır. Amma şey səsi deyil. Hava soyutmanın səsi daha fərqlidir. Məsələn, bunun səsi çox uzun müddət məruz qalsanız, tipik maye soyutma, yəni tipik maye soyutmadır. Çox uzun müddət məruz qalsanız qulağınızı narahat edə bilər. Amma hava soyutmada elə bir şey yoxdur. Hava soyutmada layla kimi. Ama bununla məsələn götür get. Həqiqətən şey gəzmək olar bunda, yəni bu ölkələr arası gəzmək olar rahatlıqla. Ümid edirəm sizə çox da külək gəlmir. Səsim təmiz gəlir. Ümid edirəm. Buna motosikletdir. Buna motosiklet. Bunun Azərbaycanda bilmirəm, amma burada qiyməti təxminən 50.000 dollara yaxındır. 80.000 manat civarıdır. Yəni bu cür bir şeydir. Yenə deyirəm, bu cür bir motosikleti sürmək, sürə bilmək, bunu kontrol eləmək özü bir ayrı həzdir. Yəni buna oturdunsa deyirsən ki, qardaş, mən artıq həll eləmişəm, yəni məndə bitib. Zaten bunu almışsansa bitib iş, yəni insan gedib motosikletə 50.000 dollar arası pul verə bilirsə, zaten bəzi şeyləri bitirib. Hər kəsə inşallah qismət olar. İnşallah hər kəs istədiyi şəkildə istədiyi motosiklet alır. Belə dostlar, başqa da deyə biləcəyim ağlıma bir şey gelmir. Bunlar inceleme videosu değil, yani icmal değil, çünkü ilk defa oturduğum bir motosikletti. Buna icmal demek düzgün olmaz. Sürüş videosu veya ilkin hissiyat videosu deyə bilərik. Fərqi yoxdur nə olmağı. Ama müthiş bir histir, çok güzel bir histir. Mən Indianı sürməmişdim, ama Indianın keyfiyyətli olduğunu bilirdim. Həqiqətən çox keyfiyyətlidir. Yəni material falan keyfiyyəti çox yuxarıdır. Sürüş hissiyatı hər şey əladır, amma sanki mən hələ də Triumphçıyam. Yəni onun daha çox ruhu var. Bu biraz mənə Yapon kimi hiss elətdirdi. Sanki onun daha çox ruhu var. Amma keyfiyyət olaraq Harley'dən 100% daha yuxarıdır.
Yaxşı dostlar, hələlik.